Salam hər kəsə. Bu videoda sizə zamanların bir hissəsini izah edəcəm. Birinci başlayaq present tense-dən, yəni sadə indiki zamandan. Sadə indiki zaman ümumiyyətlə nə zaman işlənir? Gündəlik işlərdə, vərdişlərdə, ümumi həqiqətlərdən danışanda və yaxud da dəyişməyən faktlardan olanda, təbiət hadisələridir. Cədvəl və proqramlara əsaslanan hadisələrdən danışanda biz present simple-dan istifadə edirik. Ümumiyyətlə bu present simple necə düzəlir? Gəlin birinci bunun düzəlməsinə baxaq. Demək, present simple düzələrkən biz nəyə diqqət etməliyik? Yəni əslində düzəlmə forması çox bəsitdir, ancaq diqqət edəcəyimiz bəzi məqamlar var. Hansı ki, demək, əgər cümləmizin mübtədası I, you, we, they və ya cəm isim olarsa, onda biz feilin kök formasından istifadə edirik. Yəni, feilin kök forması nədir? Tutalım ki, nümunələrə baxaq. Play-dir. Play bu cür yazılır. Yəni, kök forması play-dir. Və biz bu şəxslərdə I-da, you-da, we-də, they-də və cəm isimlərdə feilləri olduğu kimi saxlayırıq. Baxın, velosiped sürmək sözü, yemək sözü, sing-dir, mahnı oxumaq, read, kitab oxumaq. Bunları kök formada saxlamışıq, yəni heç bir şey əlavə etmirik. Və ingilis dilində də cümlə quruluşu necədir? Mübtəda gəlir, sonra tamamlıq gəlir. Ardınca təyin, tamamlıq, zərflik bu şəkildə gedir. Bu hansı şəxslərdə oldu? I, you, we, they və cəm isimlərdə olanda biz feilləri kök formasında saxlayırıq. Əgər mübtədamız he, she, it və yaxud da ki, tək isim olarsa, bu zaman feilimizin sonuna es və ya is şəkilçisi əlavə edirik. Məsələn, baxırıq nümunəyə. He studies computer science. She drives to work. The cat sleeps on the sofa. It rains a lot in autumn. My brother plays the guitar. Baxın, görürsünüz feillərin sonuna biz nə şəkilçisi artırdıq? Es şəkilçisi artırdıq. Çünki mübtədamız nədir? He-dir, she-dir, tək isimdir, it-dir. Baxın, my brother tək isim. Yəni, mübtədalar he, she, it tək isim olanda mütləq şəkildə feilin sonuna es, yes sonluğu artırırıq. Bəs bu is şəkilçisini artırmağı nə zaman edirik? Əgər belə deyək də, sözün sonu, baxın, bu şəkilçilərlə bitərsə, bu sözlərlə bitərsə, daha doğrusu hərflərlə bitərsə, S, X, Z, SH, yəni ş, CH və yaxud da o hərflərlə bitərsə, bu zaman biz feilin sonuna təbii ki, is artıracaq. Baxırıq, məsələn, watch, c-hı ilə bitib, yəni CH ilə bitib, is artırmışıq. Go, o ilə bitib, is artırmışıq. Brush, s-hı ilə bitib, is artırmışıq. Fix, x ilə bitib, is şəkilçisi əlavə etmişik. Sonu y ilə bitib, yəni y ilə bitib, əvvəlində samit olan feillərdə y samiti i-yə çevrilir. Y samiti i-yə çevrilir və sonuna is artırılır. Baxırıq, study, studies, cry, cries. Amma y-dən əvvəl sait olarsa, bu zaman biz belə deyək də, birbaşa s artırırıq. Necə ki, cəm isimlərin düzəlməsində də bu da elə. Və yadınızda saxlayın ki, biz dedik, məsələn, he, she, itdə tək isimlərdə feilin sonuna s artırırıq və yaxud da is. Bu, onun cəmliyini göstərmir. Yəni, biz s, is şəkilçisini isimlərə artıranda o isim cəmdə olur. Amma feildə is olanda o deməkdir ki, onun mübtədası təkdir. Üçüncü şəxsin təkindədir. Bundan başqa gəlin indi baxaq bunların sual formasının düzəlməsinə. Sual formasında, demək, I, you, we, they cəm isimlər olanda mübtədası sualı do ilə olur. Yəni, do köməkçi feili cümlənin önünə keçir. Məsələn, do you like sushi? Do they study English? Do the children play outside? Görürsünüz, do mübtədadan önə keçdi. Do, mübtəda, sonra əsas feil, xəbər gəldi. Əgər mübtədası he, she, it olarsa isə, bu zaman does köməkçi feil ilə düzəlir. Does cümlənin önünə keçəcək, mübtədadan önə. Amma diqqət edirik ki, bu zaman feil kök formasında qalır. Yəni, feilin sonunda s, is şəkilçisi olmur. Buna diqqət etməliyik. Sadə indiki zamanda işlənən cümlələrin inkar formasında da yenə sualı nə ilə vermişik? Do, does-la. Bu zaman inkarda do, does-la verəcək. Sualda yenə mübtədası əgər, daha doğrusu inkarda I, you, we, they cəm isim olarsa mübtədası, bu zaman biz demək don't-dan istifadə edəcək, do not-dan
Do notun da qısaldılmış forması don't-dur. Məsələn, mən basketbol oynamıram. I don't play basketball. They don't study English. You don't like sushi. The children do not, yəni don't play outside. Mübtəda, sonra don't gəlir, ondan sonra əsas feili. Əgər he, she, it tək isim olarsa, əgər cümləmizin mübtədası, necə ki sualda doesdan verdik, inkarda da bu səfər does verir, sadəcə doesdan sonra not əlavə edirik. Yenə feil isə kök formasında qalır, yəni feildə s-yes olmur, düşəcək artıq. He does not go, baxın feil öz formasında olur. The cat doesn't drink. Yəni present simple-da istəyir sualda olsun, istəyir inkarda olsun. Bu zaman feillər kök formasında olur. Ancaq nəqli formada he, she, itdə tək isimdə s-yes artırılır. I, you, we, they cəmisində kök formasında qalır. Sual imkarda da həmçinin kök formasında qalmalıdır. İndi isə gəlin baxaq bunların tezlik zərflərinə. İndiki zamanda tezlik zərfləri var ki, bunlar müntəzəm baş vermiş hərəkətləri ifadə edir. Məsələn, always-dir, hər zaman, həmişə, bu all the time deməkdir. Usually, adətən, yəni most of the time, yəni vaxtın çox hissəsi. Frequently, often, tez-tez, yəni çox zaman bu mənada gedir. Often da həmçinin çox zaman, tez-tez mənasında gedir. Sometimes da, occasional da burada var, çoxdur. Seldom da, never da, once da, twice da, three times da. Bunlar hamısı present simple-ın tezlik zərfləridir. Və burada diqqətli olmanız odur ki, yadda saxlamalısınız ki, hardly never, hardly ever, never, seldom və hətta rarely-nin özünü də bura yazmalıyıq. Bunlar, demək, rarely-ni də yazaq. Bunlar özləri inkar olduqları üçün inkar cümlədə işlənməz. Yəni, bunlar inkar olduqları üçün inkar cümlədə işlənməz. Tezlik zərflərinin işlənmə yerlərinə diqqət edək. Demək, baxın, qeyd eləmişəm, always-dir, often-dir, usually-dir, seldom-dir. Bu ifadələr əsasən cümlədə əsas feildən əvvəl olur, to be-dən sonra işlənirlər. Məsələn, I always eat breakfast. Görürsünüz, əsas feildən əvvəl işlənir. They often play. Əsas feildən əvvəl. To be varsa əgər, to be-nin forması varsa, is usually very polite, to be-dən sonra işlənəcək. Bəzi tezlik zərfləri var ki, cümlənin əvvəlində və sonunda da işlənə bilər. Məsələn, sometimes-dir, every-day-dir. Bunlar every-nin olanlardır. Daily-dir, weekly-dir, monthly-dir, once a day, twice a day. Bunlar cümlənin həm əvvəlində, həm sonunda işlənə bilər. Məsələn, demək, burada məsələn yazmışıq always-dir, usually-dir, often-dir, sometimes-dir. Yazmışam burada, qeyd eləmişəm feilin əvvəlində və ya to be feilindən sonra. Once, twice, three times, bunlar isə cümlələrin sonunda işlənir. Occasionally and sometimes isə həm cümlənin əvvəlində, feilin əvvəlində və yaxud da to be-dən sonra işlənir. Burada da yenə ümumi şəkildə bu haqda vermişəm, bu hissəni də oxuyacaqsınız. Ümumiyyətlə, inkar cümlədə də işlənəndə mütləq şəkildə yenə inkar cümlə olsa belə, yenə feildən əvvəl verəcəksiniz. Baxın, frequently answer, cavab vermək feildən əvvəl. To be-nin formasıdırsa, təbii ki, to be-nin formasından, notdan sonra verəcəksiniz. Bu şəkildə bunları da oxuyacaqsınız. Sual cümlələrində işlənmə yerində də yenə həmçinin əsas feildən əvvəl verəcəksiniz. Əgər cümlədə to be varsa, yenə to be zaten sualda önə keçdiyinə görə mübtədadan sonraya düşəcək. Və tezlik zərflərinə yaxşı, biz hansı sualına cavab verəcək bu tezlik zərfləri? How often? Əgər kimsə sizdən how often-dan sual versə, siz ona bu tezlik zərfləri ilə cavab verməlisiniz. Məsələn, how often do you go to cinema? Kinoteatra nə qədər müddətdən bir gedirsən? I usually go on Sunday, Saturdays, şənbə günləri. How often does she play tennis? Nə zaman, nə qədər müddətdən bir tenis oynayır? Always plays, hər zaman oynayır. Yəni, ingilis dilində tezlik zərflərinə how often-la sual veririk. İndi isə gəlin zeri-zera quruluşuna baxaq. Demək, zeri-zera ingilis dilində var sözünün qarşılığıdır. Sadəcə hansısa bir məkanda, nəyinsə, kiminsə, yəni bir şəxsin və yaxud da bir şeyin müəyyən olduğu, müəyyən bir yerdə olduğunu bildirmək üçün istifadə olunur. Zerizdən sonra təbii ki, tək isimlər, zeradan sonra cəm isimlər işlənir. Cümlə sırası necə olur əsasən? Zerizdən sonra sayılan və yaxud da sayıla bilməyən tək isim gəlir, yer bildirən söz, sonra isə zaman zərfi. Təbii ki, izdən göründüyü üçün 1-2 is are, burada artıq tək
indiki zamanı ifadə edir. Zeradan sonra cəm isim gəlir, sonra yer bildirən söz, daha sonra zaman zərfimiz varsa zaman zərfi olacaq. Burada nümunələri də görürük. Zeri, zera ifadələri ilə həm sual və həm də inkar cümlələrini qura bilərik. Necə ki, yenə to be varsa, demək sualda biz artıq izi, arı cümlənin önünə keçirdəcəyik. İnkarda iz ardan sonra biz nə verəcəyik? Təbii ki, inkar formanı verəcəyik. Məsələn, inkar formada baxırıq ki, there isn't və yaxud da is not. Isn't qısa formasıdır. There isn't və yaxud da ki is not. Cəmdə there aren't mənasında istifadə olunur. Yəni, haradasa nəyinsə var olduğunu bildirir və yaxud da kiminsə. Tutalım, there is an awesome film on TV today. Bugün televizorda möhtəşəm bir film var. Bu təsdiqdədir. Və yaxud da there is a lot of stuff in my bag. Çantamda çoxlu əşyalar var. Haradasa nəyinsə var olduğunu bildirir. Artıq yoxdur deyəndə onu inkar formada təbii ki verəcək. Və sualda da nə olacaq? İzlə ar cümlənin önünə keçəcək. Məsələn, is there a parade in the city today? Bugün şəhərdə parad varmı? Are there fireworks in the sky together? Bu gecə səmada atəş və şanlıq, yəni fişənglər varmı? Bu cür sual verir. Və yadımızda mütləq şəkildə saxlamalıyıq ki, bu tip cümlələrdə birinci gələn ismə görə biz onun tək və yaxud da ki, cəm xəbər veririk. Yəni, zeridən birinci gələn isim mübtədamız təkdədirsə, xəbər tək. Cəmdədirsə, xəbər cəm. Burada a book and two pens, 2 dənə bir kitab və 2 qələm desə də birinci gələn sözümüz book sözü təkdə olduğuna görə biz orada zeriz veririk. Burada da artıq there are two pens. Pens orada baxırıq ki, cəmdədir. Yenə xəbəri avtomatik cəmdə veririk. Səsküyə görə üzr istəyirəm, məktəbdəyəm.